Hörmətli tamaşaçılar, Azərbaycanlı gənc milli sosial şəbəkə yaradıb. Şəbəkənin digərlərindən fərqi odur ki, burada olan müxtəlif sosial bölmələrə girərək müzakirə aparar və hətta yeni müzakirələrə mövzular aça bilərsiniz. Müxtəlif mövzular qoyulur və istifadəçilər onlara şərh verərək gündəmi təqib edir və ya yeni mövzular yaradaraq digərlərinin fikrini öyrənirlər. Yeni milli sosial şəbəkə olan Discuss Line ixtisasca jurnalist olan, amma proqram təminatına böyük maraq göstərən Samin Səfərov adlı gənc tərəfindən hazırlanıb. İstifadəçilər burada qeydiyyatdan keçməklə, paylaşımlar etməklə yanaşı, onlar əsasən müzakirələrlə bağlı paylaşımlar edəcəklər. Bizdə 40-dan çox 50-yə yaxın bölmələr ibarətdir. Həmin bölmələrlə bağlı istənilən formada, istənilən fikirdə insanlar orada müzakirələr, sorğular keçirdə bilərlər. Biznes, film, musiqi kimi bölmələri olan sosial şəbəkənin hazırlanmasına bir ildən çox vaxt sərf edən Samin Səfərov artıq yeni sayta marağın kifayət qədər böyük olduğunu, hətta onun satılması üçün müraciət edənlərin olduğunu bildirir. Onun sözlərinə görə, sosial şəbəkənin adının ingiliscə seçilməsindən məqsəd isə gələcəkdə beynəlxalq aləmə çıxış imkanının rahat olması üçündür. İstifadəçilər burada sorğular keçirdikdən sonra digər istifadəçilər həmin sorğuları aktiv şəkildə cavablandırır, o müzakirələrə qatılır və sistemə belə bir şey qurmuşam ki, həmin istifadəçiləri sistem özü qeydə alır və müəyyən formada onlara dərəcələr verir. Üstəlik bu gənc yeni şəbəkənin Android sistemli telefonlar üçün tətbiqini hazırlayıb və hazırda iOS sistemi üçün tətbiqin hazırlanması üzərində işləyir. Samin Səfərov hazırda 100-dən çox istifadəçisi olan yeni sosial şəbəkənin imkanlarını genişləndirmək istəyir.